Salam. Hayat asan bir şey değil. Ama hayat çetin bir şey de değil. Bütün mesele senin hansı tərəfdən baxmağından, necə baxmağından, nəyə baxmağından asılıdır. Eğer sen hayata sadece həzz mənbəyi kimi baxırsansa, yəni hesab edirsənsə ki, o sənə yalnız həzz verməlidir. Bax, bu zaman hayat çetin bir şey olacak. Çünkü o sadece həzz veren bir şey değil. Ama eğer sen hesap edirsən ki, hayatta çetinlikler var, problemler var. Kiçiyindən böyüyünə ən müxtəlif sıxıntılar var. Ayrılıq var, itkilər var, ölüm var. Gündəlik qarşılaşa biləcəyin irili xırdalı problemler var. Bax, eğer bunu bilirsənsə, yəni bunun fərqindəsənsə və fərqindəlik kifayət eləmir. Bunun fərqindəsənsə və bunlara hazırlıq hissi səndə varsa, bax bu fikir bu məsələ çox önəmlidir. Hazırlıq hissi, bu sadece söz değil. Ben bunu sadece söz xətrinə demirəm. Bax, o həqiqi hazırlıq hissi varsa səndə və sən artıq bu hazırlıq hissi ilə həyata atılmısansa və artıq ondan keçmisənsə, o hazırlıq hissi ilə həmin o çətinliklərin içindən keçmisənsə, bax, onda həyat sənə çətin bir şey kimi görünməyəcək. Ona görə yenə qayıdıram əvvəlki iki cümləyə. Həyat həm asan bir şeydir, həm də çətin bir şeydir. Baxır kimin üçün, hansı psixika üçün, mən hansı psixikamla yanaşıram həyata. Mən sadece həzz axtaran yeniyetmə psixikamla mı baxıram? Bax, orada bəli, orada həyat nəinki çətin, həyat orada işgəncəli bir şey olacaq yəni. Həyat orada cəhənnəm olacaq. Necə ki, olur böyük əksəriyyət üçün. Həyat məhz belədir, belə də adlandırırlar. Bu təyinlərdən istifadə edirlər. İşgəncədir, dözülməzdir. Nəyə lazım idi bu həyat? Belə olmaqdansa heç olmazdı. Bu yaxında mən bir müddət əvvəl bir status yazmışdım. Həyatın hədiyyə olması ilə bağlı. Orada bir nəfər yazmışdı ki, başına dəysin bu cür hədiyyə. Bax, belə olur. Yeniyetmə psixikası ilə yanaşanda həyat belə bir şey olur. Ama yetkin psixikası ilə yanaşanda, bayaq dediyim kimi, o hazırlıq hissi səndə olandan sonra artıq çətin gəlmir heç nə və dediyim kimi hədiyyə olur. Sənin həyata hədiyyə baxışın formalaşır. Bir şeye başa düşməliyik ki, bizim içimizdə o həzz dalınca qaçan yeniyetmə hər zaman olacaq.
Bu bizim psixikamızın bir hissəsidir. Bizim ondan qaçışımız yoxdur və onu heç ondan qaçmaq da lazım deyil. Onu ləğv etmək, onu öldürmək, məhv etmək lazım deyil. Biz ölənə qədər onunla yaşayacağıq. Amma biz sadəcə həzz ala bilmərik. Həyat həzz üzərinə qurulmayıb. Biz işləməliyik, çalışmalıyıq. İşləməlik dediyim sözün geniş mənasındadır. Yəni əmək sərf etməliyik. Əmək bu dediyim işə gedib işləməkdən, pul qazanmaqdan getmir söhbət. Ümumiyyətlə hər şeyə biz həyata, bütünlükdə həyatımıza əmək qoymalıyıq. Nəsə sərf etməliyik, özümüzü sərf etməliyik. Bax, bunu yeniyetmə bacarmır. Bunu bir dəfəlik anlamaq lazımdır. Bunu yeniyetmə bacarmır. Əgər yeniyetməyə biz bu funksiyanı yükləsək, onda həyat nə olur? Onda olur cəhənnəm, onda olur işgəncə, onda olur başına dəysin. Bax, onda belə olur. Ona görə də yetkini, böyüyü qoşmalıyıq. O var artıq, hamıda var. O, biz 20 yaşdan yuxarıyıqsa, o bizdə artıq var. O sadəcə pasiv formadadır, yatmış formadadır. Biz onu nə etməliyik? Aktivləşdirməliyik, biz onu hərəkətə gətirməliyik, biz onu qoşmalıyıq. Yandırmalıyıq onu oradan. İşığını yandırmalıyıq, o bizdə sönülü vəziyyətdədir. Bizdə yeniyetmədir. Yanılı vəziyyətdə olan yeniyetmədir. O da bütün işin başında. Və ona görə də narazıdır, çünki onun işləri deyil bunlar. Bunlar onun işi deyil. Problem həll etmək, çətinliklərlə başa çıxmaq, cürbəcür, irilik, xırdalı, nə qədər problemlər, heç biri onluq deyil. Ona görə o daim qaçır, o həzzə qaçır. Ona görə o ilk çətinlikdə ruhdan düşür. Ən böyük həvəslə belə girişdiyi hansısa bir iş, hansısa bir başlanğıc, ilk çətinlikdə o ruhdan düşür. Çünki onun işi deyil, onun işi əylənməkdir, həzz almaqdır. Və bunu da biz ignor edə bilmərik. Bu onun həzzini yaşatmalıyıq lazımı qədər. Onun haqqını verməliyik, uşağın haqqını verməliyik. Amma digər işləri də böyüyə həvalə etməliyik. Və ən önəmlisi, bütün bunlar necə olmalıdır? Bütün bunlar hər şeydən əvvəl, bax, o yeniyetməni görərək olmalıdır. Bunun fərqinə vararaq. Onu biz görməsək, bu mexanizmi ümumiyyətlə görməsək, bu psixikamızın bu tərəflərini görməsək, həzzə qaçışımızı görməsək, bizim həzz axtaran və çətinlik həll edən, problem həll edən tərəflərimizin mövcudluğunu görməsək, onda həyata biz heç cürə məna verə bilmirik. Həyat heç cürə içindən çıxılası bir şey olmur. O tıxanır bir yerdə, gedib bir yerdə dirənirsən. Getmir, davam eləmir. Həyat, bax, bütün bu komplekt halında gözəldir və yalnız bu bütünü görəndə o sənin üçün hədiyyəyə çevrilir. Və hədiyyə məsələsinin bir məqamı da odur ki, hədiyyə nədir? Hədiyyə sorğulanmaz. Budur, bunun hədiyyə
metaforasının, hədiyyə analogiyasının daha doğrusu əsas xüsusiyyəti budur yəni. Yəni buna görə hədiyyə ilə müqayisə edirik. Hədiyyəni sorğulamırlar. Nə üçün bu belədir, burası elədir, orası belədir. Nə üçün çətinlik var, həzz var? Niyə həzz davam etmir? Niyə həzz kəsilir, sonra istirab gəlir? Bu belədir. Bax, o zaman sorğuluyursan ki, orada səndə yalnız işin başında, sükanın başında həzz axtaran bir varlıqdır yanıb. Yalnız həzz axtaran bir varlıqdır yanıb. Bu yeniyetmədir. Bu bizim hələ psixikamızın hələ böyüməmiş hissəsidir. Böyük üçün belə çətinliklər yoxdur. Böyük durur. Yəni hər hansı bir problemli situasiyada böyük durur. Durur deyəndə, yəni məcazi mənada deyirəm. Qollarını çırmalayır və keçir işin başına. Yəni o burada iki şey edir. Zahirən həqiqətən qollarını çırmalayır. Zahirən qollarını çırmalayır və nə edə bilərsə, həmin situasiyada əlindən gələn nə varsa, onu eləyir. Daxilən də hazırlıq hissinə keçir, hazırlıq rejiminə keçir. Hazırlıq rejiminə. Bax, o rejimdə artıq sən şeyi düşünmürsən, nəticəni düşünmürsən, yəni. Orada nəticədən qorxu hissi olmur. Görəsən belə mi olacaq, elə mi olacaq, nəticə yaxşı mı olacaq, mənim istədiyim kimi mi olacaq? Belə bir şey olmur, yəni. Yetkinin hazırlıq rejiminə keçməsi o deməkdir ki, o orada hər cür aqibətə hazırdır. Əgər sən orada nəticəyə köklənirsənsə, demək ki, orada sükanın başındakı yeniyetmədir. Onu düşündürür nəticə. Yetkin sadəcə əlindən gələni eləyir. Mövcud situasiyada mövcud həll yollarını, mövcud resursları, imkanları qoyur qarşısına dəyərləndirir. Nə edə bilərsə onu edir və qətiyyən nəticəyə köklənmir. Nə olacaqsa o da olacaq. Onun əlində olan nədirsə o da olacaq. Və ona görə o rahatdır. Vurğuluyuram, o rahatdır. Əgər rahatlıq yoxdursa, nəticəyə köklənmə varsa, deməli orada yetkinin işini həll etməyə çalışan yeniyetmə var. Ümumiyyətlə, bütün ziddiyyətlər orada yaranır. Yuri Minyaчихin deyir ki, psevdo yetkin. Nə deməkdir psevdo yetkin? Bax, yetkin roluna girmiş yeniyetmə. Yetkin donuna girmiş yeniyetmə. O eləyə bilməz bütün bunları. Amma eləmək durumundadır, eləmək məcburiyyətindədir. Həyat onu o şeyə onsuz da gətirir. Həyat onu o həyat onu məcbur edir. Daha doğrusu həyat şərtləri, yəni o 20 yaşdan yuxarıdsa artıq şərtlər onu böyüməyə məcbur edir. Amma o böyümə yoxdur. Ortada o böyümə prosesi keçilməyib. Ortada o həzz axtaran varlıqdan işləmək, yenə deyirəm, geniş mənada deyirəm, işləmək
əmək sərf etmək rejiminə keçilməyib. Tanışlıq yoxdur, belə bir tanışlıq yoxdur, ümumiyyətlə belə bir təcrübə yoxdur. Ona görə də orada nə yaranır? Orada psevdo yetkin yaranır. Bax, həmin o psevdo yetkin bugün bütün dünyada demək olar ki, əsas işlərin başındadır. Hətta mən sizə deyim, bütün bu dünyanı idarə edənlər həmin o psevdo yetkinlərdir. Əslində yeni yetmələrdir. Əsl yetkin həmişə rahatdır. Əsl yetkin demək olar ki, yəni o stres keçirmir. Baxın, gündəlik həyatınıza baxın. İşə gedirsiniz, tələsirsiniz, növbədəsiz, bilmirəm, avtobusdasınız, tıxacdasınız, maşındasınız. İş dalınca gedirsiniz, işiniz alınmır, tutaq ki. Cürbəcür, bax, bu gündəlik məişət vurnuxması ki var. Bax, burada bütün bunlar streslə müşayiət olunursa, deməli, burada yeniyetmədir. Bütün bu böyük işlərini görən yeniyetmədir. Yəni, o öz işini görmür, o öz həyatını yaşamır, bu onun işi deyil. Sizcə burada bir ziddiyyətin olması normaldır ya yox? Təbii ki, normaldır. Olmasa qəribə olar. Elə deyil. Olmasa qəribə olar. Mənim bugün ekranımda mı problem var, yoxsa heç cürə işığımı tuttura bilmirəm, qaranlıq görürəm özümü. Yəni, bax belə. Elə təkcə bu məsələdən anlaya bilərsən sən nə dərəcədə tam yaşayırsan, nə dərəcədə doğru yaşayırsan, nə dərəcədə yetkin yoxsa yeniyetmə psixikasından yaşayırsan. Əgər həyat sənə çətin gəlirsə, hətta dediyim kimi, nəinki çətin, dözülməz, ağır, əzablı bir şey kimi gəlirsə, cavab aydındır, elədir. Və yaxud həyat sənə asan bir şey kimi gəlirsə, yəni ən azından asan indi biraz qəribə səslənə bilər, sanki asan ümumiyyətlə belə şokoladın içində yaşamaqdır. Onu nəzərdə tutmuram. Yəni belə maniyəsiz, əsasən ahəng içində, əsasən balans içində. Yəni bu problemsiz demək deyil. Eyni problemlər, eyni çətinliklər hər talidə var.
baxış, yanaşma. Hər şey bu həll edir. Çətinlik dediyimiz nədir? Onu sadəcə bir baxış müəyyən edir. O çətindir, yoxsa çətin deyil. Əgər sən ümumiyyətlə əmək sərf etmək artıq öyrənmisənsə, əmək sərf etməyə artıq təcrübə, necə deyim, təcrübə də yox, vərdiş halına gətirmisənsə, orada hansı çətinlikdən söhbət gedə bilər? Əmək, yenə deyirəm, əmək sözünü mən çox geniş mənada deyirəm. Sevgi, bunun sinonimi mənim üçün sevgidir. Sən sevgini həyatının artıq mərkəzinə gətirmisənsə, vərdiş halına gətirmisənsə, hər şeyə sevgi ilə yanaşa bilirsənsə, çətinlikdən qorxmursansa, heç nəyi, nə bilim, gözündə böyütmürsənsə, nəsə eləməyə ərinmirsənsə, bax o tənbəllik və filan bunların hamısını qaldırmısansa, götürmüsənsə həyatından. Burada hansı çətinlikdən söhbət gedə bilər? Yəni, sən nə yaşaya bilərsən ki, onu adlaya bilməyəsən? Bəzən indi yox, son dövrlər yox, əvvəllər mənə çox deyirdilər ki, sənin bu rahatlıq fəlsəfən sənin öz həyatınla bağlıdır, sənin şəxsi həyatınla bağlıdır, sən çətinlik görməmsən, həmişə rahat yaşamısan deyə. Bu fəlsəfəyə gəlib çatmısan. İnanmıram ki, bu cür düşünənlərin sayı çox olsun, çünki bu çox mənasız görünür, çox mənasız səslənir. Təbii ki, hər kəs hesab edir ki, onun həyatı daha çətindir, onun şərtləri daha çətindir, amma bütün səmimiyyətimlə, bütün obyektivliyimlə həmişə hesab etmişəm ki, mən ən çətin talelərdən birinin sahibiyəm. Və burada əsas məsələ mənim səhhətim olub. Mən xroniki, fiziki diskomfortla yaşayan biriyəm. Hələ də yaşayıram. Xroniki, fiziki diskomfort və o diskomfortun nədən ibarət olduğunu da izah eləsəm, tam açsam, əminəm çoxları deyər ki, sən necə yaşayırsan ümumiyyətlə. Bəzən özüm də təəccüb edirəm, mən necə yaşayıram. Amma bunu ona görə deyirəm ki, məni rahatlıq gətirməyib rahatlıq fəlsəfəsinə. Əksinə, bəlkə də məni çətinlik gətirib rahatlıq fəlsəfəsinə. Bəlkə də çətinliyin ən çətini məni bax belə baxmağa vadar edib. Çətinliyin ən çətinini görəndə başqa şeylər sənə su içmək kimi gəlir. Çətinliyin ən çətini ilə az çox başa çıxandan sonra başqa şeylərlə başa çıxmaq uşaq oyuncağı olur. Ona görə də çətinlik depressiyaya salmamalıdır. Salırsa da müvəqqəti salmalıdır. Çünki onun işi budur, çətinlik öyrətmək üçün gəlir. Yoxsa Allahın bizlə bir qərəzi yoxdur.
Yəni rahatlıqdan yaranmayıb bu rahatlıq fəlsəfəsi, əksinə çətinlikdən yaranıb. Çətinlik vadar edib araşdırmağa, öyrənməyə, özünü tapmağa, özünü dərkə. Çətinlik vadar edir. Hamıda, hər kəsdə çətinlik vadar edir. Amma bütün bunlardan sonra belə mən bu çətinliklərdən xilas olmamışım. Yəni, eyni problemlər məndə də var. Hamıda olduğu kimi bəlkə daha artığı var, daha əlası var. Dediyim kimi, xroniki, fiziki diskomfortla yaşayıram daim. Amma baxışlar çox şey dəyişir. Baxışlar, hətta hər şey dəyişir. Belə, ona görə də həyat asan bir şey deyil. Burada hər şey var. Burada nələr var, yəni çətinlik anlamında. Amma burada birazca dəyişiklik edirsənsə, həyat çətin bir şey də deyil.